Qurani-Kərimə biz diqqət yetirsək, Allah Taala orada buyurur ki, nəfs insanı pisliklərə əmr edir. İnsanın yaradılışında bu xüsusiyyət qoyulub. Sadəcə insan bəzi xüsusiyyətlər var ki, onu təyinatı üzrə doğru istifadə eləməyəndə günaha daha çox mürtəkib ola bilər. Təbii ki, məsələn, insanın elə nəfsi qoyulan nəfs və yaxud məsələn Qurani-Kərimdə bir ayədə Allah Taala buyurur ki, biz insanı həris yaratdıq. Görünüş olaraq hər bir insan üçün belə deyək, çətin, qorxulu görünən bir məsələdir. Bir qədər insanda sual yaradır ki, məndə bu xüsusiyyət özümdə varsa, mən nətər ola bilər ki, onu özümdə tənzimləyə bilim. Təbii ki, Allah onu, insanı bu cürlə yaradıbsa, o demək deyil ki, insan hərisdir. Daxilində var, sadəcə düzgün yöndə istiqamətləndirsə, insanın daxilində olan o xüsusiyyətləri insanı daha nəinki günaha batırar, əksinə daha çox irəliyə, mənəvi baxımdan irəliləyişə apara bilər. Məsələn, insanın daxilində olan o xüsusiyyətlər ki var, insan onu doğru düzgün istifadə edəndə, məsələn, bir hədisdə qeyd olunur, insan Allahı tanımaq üçün elm yolunda həris olmalıdır. Məsələn, bəzən olur ki, insan o xüsusiyyətini düzgün istifadə eləməyəndə günah istiqamətinə, məsələn, başqasının mallarına baxaraq, hərislik çəkərək bu cürlə həmin xüsusiyyəti özündə inkişaf elətdirir və günaha batmış olur. Eyni zamanda alimlərin biz dediklərinə baxsaq, mühitin də çox böyük əhəmiyyəti var. Bəzən olur ki, insanlar bir mühitə düşür və həmin mühitin təsirində qalır, təsirlənir və o mühitin, belə deyək, o mühitdən doğan günaha mürtəkib olur və özü də axırda, belə deyək, həmin günahın içində olur və qurtula bilmir həmin günahdan. Bu, belə deyək, xüsusən də xüsusi indiki zamanın əsas problemlərindən biri budur. Qurani-Kərimdə bir ayəyə biz diqqət yetirsək, məsələn, bəzi insanlar ki var, fəsad yaradırlar, fəsad törədirlər. Fitnə fəsad yaradırlar. Qurani-Kərim onlar üçün nə buyurur? Deyir, bəziləri o bilmədən onların fitnəsinə doğru addım atır və həmin insanların günahında həmin problemi, həmin fəsadı yaradan insanlar da özləri də şərik olar. İnsanları ki, günaha mürtəkib eləyirlər, vadar eləyirlər ki, insanlar o cürlə addım atır. Həmin insanların günahına həmin vasitə ki var, kimdir? O da onun günahına şərik olmuş olar. Təbii ki, şeytanın da öz rolu var, ancaq Qurani-Kərimin biz ayəsinə diqqət yetirsək, nə buyurur? Allaha and içir, deyir, mən sənin bütün bəndələrimi azdıracam, o kəslərdən başqa ki, onlar sənə bəndəçilik eləyirlər. Həqiqi bəndəçilik eləyənlərdən başqa, ixlaslı bəndələrindən başqa hər bir kəsi azdırmağa çalışacam. Təbii ki, hədislərə də baxanda biz görərik ki, buyurulur hədislərdə şeytan sizin yolunuzun üzərində pusquda dayanıb. Təbii ki, bunun da əhəmiyyəti çoxdur. Şeytan hər yerdə var. Bəli, insan gərək ayıq olsun, insan gərək düşüncə sahibi olsun. Qurani-Kərimdə dəfələrlə Allah Taala deyir, təfəkkür eləmərsiniz, düşünmərsiniz, bu əbəs yeri deyil. Hər addımda insan müəyyən bir çətinliklə, müəyyən bir hiylə ilə qarşılaşa bilər, şeytanın hiləsi ilə qarşılaşa bilər ki, insan gərək burada ayıq olmağa çalışmalıdır.